Biz bu məsələləri necə həll edəcəyik? Müxtəlif cədvəllər quracaq, məsələdəki cümlələri təhlil edəcəyik. Cümlələrin ikisi, üçü bir-birinə əlaqəlidirlər. Daha doğrusu hamısı bir-birinə əlaqəlidirlər. Biz bu əlaqəni qurub suallara cavab verəcəyik. Məsələn, burada bizim ev tapşırığında, mənim sizə verdiyim PDF-də səhifə 314-də 98-100 nömrəli məsələ var. Mən birinci o sualı sizə izah edəcəm. Oldu mu? Nəyi başa düşməsəz, mən cümlə-cümlə sizə izah edəcəm. Nəyi başa düşməsəz, sizdən xahiş edirəm, həmən saniyə sual verin. Aydındırmı? Səhifə 314-də deməli, dedim neçənci sualdır? 98-100. 98-100 nə deməkdir? Yəni, bu 3 suallı məsələdir. Bu o deməkdir ki, biraz vaxt aparıcı məsələdir. Amma olsun, biraz daha çətindir. O mənada gedir. Amma olsun, biz təbii ki, bu sualı düz həll edə bilsək, 3 bal birdən qazanacaq. Məsələni oxuyacaq, məsələyə uyğun bir cədvəl quracaq. Deyir ki, bayram münasibəti ilə sinifdəki oğlanlar qızların hər biri üçün gül almaq qərarına gəldilər. Bayram günü məlum oldu ki, sinifdəki oğlanların 4-ü ABCD. Oğlanların adlarını buradan yazıram. Birinci sıradan yazıram. A, B, C, D. Bayram günü müəyyən oldu ki, sinifdəki oğlanların hər biri. İstəm onlara simvolik adlar da verim. Anar, Babək, Camal, Davud. Bu 4 dənə oğlan. Sinifdəki qızların, 4 dənə qız var orada sinifdə. Hər biri üçün bir gül almaq qərarına nə etdilər? Gəldilər. Düzdürmü? Mən indi buradan nə edəcəm? Buradan yazacağım qızları. Yəni, mənə bu dəqiqə maraqlıdır. D hansı qıza gül alıbdır? B hansı qıza gül alıbdır? A hansı qıza gül alıbdır? İkinci yazacağım. Bunlar orada fikir verin. Biri qızılgül alıbdır, biri nərgiz alıbdır, biri lalə alıbdır, biri zambaq alıbdır. Burada güllərin adlarını qeyd edəcəm. Mənə maraqlıdır. Hansı qız hansı gülü alıbdır? Və ən axırıncı sırada da rəngləri qeyd edəcəm. Oldu mu uşaqlar? Rəngləri qeyd edəcəm. Belə. Deməli, başlayaq gəlin məsələmizə. Orada deyir ki, uşaqlar, bir dəqiqə, mən cədvəlimi nəyə əsasən qurdum? Oğlanların adlarını yazdım. Buradan hansı oğlan, hansı qıza hədiyyə alıb onu yazacağam. Buradan hansı gülü alıb onu yazacağam. Buradan da hansı rəngdə alıb, çünki orada biri ağ rəngdə gül alıb deyir, biri çəhrayı, biri qırmızı, biri sarı. Bunları qeyd edəcəm. Oldu mu? İndi burada uşaqlar, mən bir dənə bu cədvəli tamamlayayım. Qızların adları K, L, M, N-dir. Güllərin adları deməli, lalə, qızıl gül, nərgiz, zambaqdır. Lalə, qızıl gül, nərgiz, zambaqdır. Və rənglər də ki, siz özünüz də yəqin ki, PDF-də görürsünüz. Rənglər də ki, bunlardır. Qırmızıdır, sarıdır, sonra nə var orada? Ağdır, bir də çəhrayıdır. Belə. Siz mənə işlə bilirsiniz uşaqlar. Səs gəlirsə, yaxşı. Bəli. İndi diqqətən qulaq asın. İndi orada 5 dənə cümlə verildi. Bu cümlələrdəki məlumatlardan kömək olaraq biz bu cədvəli doldurmalıyıq. Mən adları, oğlan adlarını yuxarı yazdığım üçün, cədvəlimi oğlan adlarına əsasən qurduğum üçün oğlan adları olan cümlələri ilk olaraq oxuyacam. Yəni, kim mənə qarışa bilər ki, məsələni hansı sırayla oxuyuram? Zaten uşaqlar yerdə saxlayır. Məsələni yuxarıdan aşağıya sırayla oxumağın özü məntiq ola bilməz. Məntiq odur ki, sən məsələni ürəyin istəyən yerdən, vacib cümlədən, asan cümlədən, haradan istəyən oradan başlayıb, bir ipin ucunu tutub, ondan sonra sualın həllərini eləyirsən, cavabları çıxardırsan. Yəni, mən indi orada məsələn A, B, C, D haqqında olan cümlələri oxuyacam. Burada da ən gözəl cümlələr ikinci və beşinci cümlələrdir. İkinci cümlədə deyir ki, B aldığı qırmızı rəngli gülü K-ya hədiyyə etdi. Deməli, B-nin hədiyyə etdiyi qız K-dır. Hansı gül aldığını deməyibdir, amma deyir B aldığı qırmızı gülü rəngini deyibdir. B aldığı qırmızı gülü deyir K-ya verdi. Amma gülün adının nə olduğunu deməyib. Olsun da cədvəlim doldu.
Bir də mən sizə dedim axı orada 5-ci cümlədə qəşəngdir. Orada da deyir ki, A aldığı laləni elə hədiyyə etdi. Deməli, A elə hədiyyə alıbdır. Aha, onu da dedi. A elə hədiyyə alıbdır. Onu da dedi. Və laləni deyir. A aldığı laləni elə hədiyyə etdi deyir. Bir də rəngini demir. Əla. Bunları da qeyd elədik. Bu iki cümlə ilə bağlı sualınız varsa soruşun uşaqlar. Suallarınızı anında verin. Oldu mu? Yoxdursa mən davam edeyim. Orada bir cümlə indi sizə oxuyacağam. Ya da sizdən soruşum. İndi o məsələdə A ilə B haqqında olan cümlələri oxudum. Görün orada C və ya D haqqında da cümlə varmı? Oxuyum onları da. Var. Al Orada rəngli gül C alıb. bəli, axırdan ikinci cümlə, yəni dördüncü cümlədə. Ağ rəngli gülü C almışdı deyir. Deməli C gedib ağ rəngli gül alıbdır. Onu da bura qeyd elədim. İndi istəyirəm, indi bir dənə cümlə oxuyum sizə. Ən birinci cümlədə deyir ki, səhrai rəngli gül nə lalə, nə də zambaqdır. Uşaqlar, deməli burada mənim üçün önəmli bir nüans var. Səhrai rəngli gül ya D-nin hədiyyəsidir, D alıb onu, ya da A-nın hədiyyəsidir. Çünki bu ağdır, bu qırmızıdır. Səhrai ya buradadır, ya buradadır. Səhrai rəngli gül orada yazılıb ki, nə lalədir, nə də zambaqdır. Deməli, lalə səhrai deyil. Lalə səhrai deyilsə, onda A səhrai almayıbsa, bu səhrai gülü kim alıb onda? D alıbdır. D səhrai gülü. Onda bəs lalə səhrai deyilsə, səhraini D alıb dedik. Bəs lalə nə rəngdir? Səhrai Sarı getdi. müəllim. Bəli, səhrai getdi, ağ getdi, qırmızı getdi. Nə qaldı bura bir dənə? Bura bir dənə Sarı. sarı. Bunları mən heç həmişə yazmıram cədvəl quranda. Bu dəfə özüm yazmışam ki, sözsüz görün də. Səhrai getdi, ağ getdi, qırmızı getdi, qaldı sarıda. Niyə görə bunları həmişə yazmıram uşaqlar? Çünki bunlar məsələdə, mətndə zaten verilibdir. Verilən şeyləri yalandan bura yazmaq vaxt itkisidir. Oldu mu? Düzdür, sualı izah edənlər çox vaxt bunu edirlər. Çünki onlar sualı daha yaxşı izah eləmək üçün bunları yazırlar. Amma mən elə fikirləşirəm ki, valla imtahanda durub sən hər şeyi elə yaza getsən, çatdıra bilməzsən bax. İmtahanda vaxt amili önəmlidir. Yəni biraz dürüst danışmaq lazımdır da. Vaxtı çatdıra bilməyən adam necə imtahanda yaxşı bal yığa bilər ki? Mümkün deyil. Başqa suallara vaxt qalmayacaq. Yəni belə hər şey təbii ki, vaxt aparır. Bunu yaz, onu yaz, onu yaz. Mən burası sadəcə bunları bugün yazmışam ki, siz özünüz görəsiniz, mən deyəsiniz ki, ha sarı qaldı da. Mən də sarını yazdım. Belə. Yoxsa onlar mətndə yazılıbdır. Bir dənə də uşaqlar, o cümlə belə idi. Səhrai rəngli gül nə lalədir, nə də zambaqdır. Aha, məsələn, lalənin səhrai olmadığını qeyd elədim, o heç. Bəs orada belə bir şey deyir. Səhrai rəngli gül zambaq deyil. Bura belə bir qeyd yazırım. Səhrai rəngli gül zambaq deyil. Düz xananın içinə yazdım ki, yadımda qalsın. Onu görə bilim. Səhrai rəngli gül zambaq da deyil, lalə də deyil. Nə qaldı? Ya nərgizdir, ya da ki, qızıl güldür. Belə deyək, tamam. Bir tədlə cümləmiz qalıbdır, onu da oxuyaq. Enin hədiyyəsi nərgiz oldu və o sarı deyil. Baxın uşaqlar. En adlı qız, ellə kanı tapmışıq, bu heç. En adlı qıza ya buradadır, C hədiyyə alıbdır, ya buradadır, D hədiyyə alıbdır. En ya buradadır, ya buradadır. Təbii ki, orada M də qalıbdır. En buradadırsa, M buradadır. En buradadırsa, M buradadır. Yəni C ilə D-dən biri N-ə hədiyyə alıb, biri M-ə. Mən onu bilirəm. İndi bu cümlələri bir də oxuyuram. Deyir ki, N-in hədiyyəsi nərgiz oldu. Baxın, N-in hədiyyəsi nərgiz oldu. Bu cümlə məni biraz çətinə salır. Onu mən necə qeyd edeyim cədvəlimə? O baxımdan çətinə salır. Hər şey gözümün önündə qalsın deyə belə qeyd edəcəm. Belə xətt çəkdim. N-in hədiyyəsi uşaqlar nərgizdir. N-in hədiyyəsi uşaqlar nərgizdir. Siz təbii ki, düşünə bilərsiniz ki, belə yazanda qarışıq olur. Onda aşağı yazın. Gözün bura, N-in hədiyyəsi nərgizdir. Amma sizə bir söz deyim, bunu açıq deyəcəm. Bəzi tələbələr bura yazdıqları qeydləri görə bilmirlər sonra. Ona görə cədvələ yazsam, qarışıq da olsa cədvələ yazsam daha yaxşıdır. N-in hədiyyəsi nərgizdir. Zaten xətt çəkmişəm. N-in hədiyyəsi nərgizdir. Prosto bir dənə bilmirəm ki, N buradadır yoxsa buradadır. Onu bilsəm ki, nərgizin rəngini də tapacam. Ya çəhraydır, ya ağdır. Belə deyək də. 10 verir. Bir də deyir ki,
Nərgiz sarı deyil. Ha, bir dəqiqə, sarı onsuz da lalədir. Sarı onsuz da elin hədiyyəsidir. Da bu Nərgiz onsuz sarı deyil. Biraz mənasız cümlədir. Onsuz dolanmaz ki, sarı lalədir. Belə, bu cür məsələni işləyirik. Bura qədər sualınız var mı uşaqlar? Buyurun, zəhmət olmasa. Bu hissəyə qədər sualınız varsa soruşun, zəhmət olmasa. Xeyr, yoxdur. Yoxdur İndi, müəllim. indi diqqətlə qulaq asın. 3 dənə sualı var məsələnin. Mən birinci 99-u həll edəcəm sizin üçün. Sonra 98-i həll edəcəm sizin üçün. Sonra 100-ü. Siz niyə? Çünki 99-cu sual mətnə əsasən bir sualdır. Yəni, burada mən cədvələ nə yazmışam? Ora baxıb cavab verəcəyik. Amma 98-ci sualda şərt var. Məsələn, K-nın hədiyyəsi zambaq deyilsə suala cavab ver. Tutaq ki, deyirəm. Mən o şərti cədvələ əlavə edəcəm. 98-ci sualı həll edəcəm. Amma o şərtin 98-də verilən, məsələn, K-ya zambaq alınmayıb şərtinin 99-a və 100-cü suala əlaqəsi yoxdur. Onu elə qeyd eləməlisən ki, onları digər suallara əlaqə eləməyəsən. Yəni, nə demək istəyirəm? Mətndə verilənləri yaxşı olar ki, ruçka ilə qeyd edeyim. Yəni, onlar həmişəlikdir. Amma 98-ci sualda desək ki, K zambaq hədiyyəsi almayıbdır, onda bura zambaq deyil, elə yaz ki, karandaşla yaz ki, 99-a keçəndə siləsən onu. Çünki onu 99-da istifadə etmək olmaz. Yəni, 98-ci sualda verilən məlumat ancaq 98-də aid. 99-cu sual bu məsələdir. Belə eləyəcək. Hər sualın ayrı-ayrı şərtləri olur, yəni ki, onu demək istəyirəm. Məsələn, 99. Mətnə əsasən aşağıdakılardan hansı mütləq doğrudur? Aşağıdakı məlumatlardan hansı mütləq doğrudur? Onu soruşur bizdən. A variantı. D. Çəhrayı rəngli qızılgül alıb. Uşaqlar, D. Çəhrayı rəngli alıbdır. Amma qızılgül mü alıb, nərgiz mi alıb bilinmir. Yəni D-nin çəhrayı aldığı mütləqdir. Amma qızılgül aldığı mütləq deyil. Axı D enə hədiyyə almış ola bilər, nərgiz almış ola bilər. A variantı mütləq deyil. Məsələn, B variantı. B qırmızı rəngli zambaq alıb. Sizcə bu mütləqdirmi? B qırmızı rəngli zambaq mı alıbdır? Bir dəqiqə. Mütləq deyil. Mütləqdir. Amma zambağa əmin deyiləm. Çünki zambağı bu almayıbsa, bu da almış ola bilər. Buna qızılgül də qala bilər. Yəni, mən B-nin qırmızı aldığını bilirəm, amma zambağın dəqiq olduğunu bilmirəm. Mütləq deyil. Mütləq doğru deməkdir ki, bütün hallarda doğrudur. 100% doğrudur. Məsələn, zambaq ya qırmızı ya da ağ rəngdədir və onu C alıb. Bir dəqiqə. Zambaq burada deyilsə, ya ağ rəngdədir, ya qırmızı rəngdədir. Bu düzdür. Amma onu C alıb düz deyil. Çünki özün deyirsən ki, cümlənin əvvəlində belə yazılıb. Zambaq ya ağdır ya qırmızıdır. Zambaq ağdırsa onu C alıb. Zambaq qırmızıdırsa onu B alıb. Mən zambağı C-nin aldığına əmin olsam, deyərəm elə ağdır da. Sən deyirsən zambaq ya ağdır ya qırmızıdır, düz deyirsən. Amma onu C alıb, xeyr, əmin deyiləm. B də almış ola bilər. Yəni, mütləq doğrudur ki, əminəm ki, o doğrudur. O da siz nə düşərlər orada da, işte çox uzatdıq. D variantıdır cavab. Qızlardan yalnız ikisinin hədiyyə aldığı gül məlumdur. Düz deyir. Bir, bax, bura bir yazacağım. Bir, elin aldığı hədiyyə məlumdur. Lalə. İki, enin aldığı hədiyyə məlumdur. Nərgiz. Enin nərgiz aldığını da özü deyibdir. Sağ olsun. Elin lalə aldığını da özü deyibdir. Məsələdə yazdım. Yəni, iki qızın Lamiyə olsun da bu. Lamiyənin lalə aldığı, ya da nə deyək? Nərmin deyək. Nərminin də nərgiz aldığı dəqiq məlumdur. Amma K ilə Emin nə aldığı elə bilinmir. Yəni, iki qızın hansı gülü aldığı dəqiq məlumdur, bəli. Mütləq doğrudur. Ondan görə 99-cu sualda D variantıdır. Zaten bayaqdan A-nı, B-ni, S-ni oxuduq. Mütləq deyil. Məsələn, 98 oxuyacam, amma 98-i oxumazdan əvvəl uşaqlar diqqətlə qulaq asın. İndən belə mən 98-ci sualın şərtinə görə cədvələ nələrsə yazacağam. İndən belə mən cədvələ yazdıqlarımı, bir də saniyə görün, burada məndə qırmızı marker varsa, onunla yazın. Bir də saniyə. Yox, indi onu tapamayacağım. Dairədə yazacağım.
Bax, belə yazacağam. Yəni, indən belə mən ora bir zambaq yazanda belə yazacağam. Bu nə deməkdir? Yəni, bu ancaq 98-ci suala aiddir. 98-ci sualı həll edəndən sonra onu silməliyim. Belə. Baxın, burada məsələ nədir? 98-ci sualda deyir ki, Emin hədiyyəsi səhrai rəngli güllər olarsa. Bir dəqiqə. Bir dəqiqə. Səhrai rəngli güllər Emin hədiyyəsidirsə, burada Emin dairəyə alınır. Elə deyək də, səhrai güllər Emin hədiyyəsi olarsa. Səhrai rəngli güllər Emin hədiyyəsi olarsa, buradan Eni siləcəm. Buradan da Nərgizi siləcəm. Səhrai rəngli güllər Emin hədiyyəsi olarsa, bura bir nöqtə qoyuram, buradan başladığımı. Emin hədiyyəsi səhrai rəngli güllər olarsa, onda bura məcbur en qalır. Başqa qız yox da. Bura məcbur en qalır. Bunu da dairəyə alın. Çünki eni bilməsəm, eni bilməzdim. Enin hədiyyəsi Nərgiz idi axı. Onu da dairəyə alın. Çünki en burada olsa Nərgiz burada olar. Yəni, səhrai güllərin Emin hədiyyəsi olduğunu biləndə, bilirəm ki, bura en qalır qızlardan ancaq. En hədiyyəsi Nərgizdir, özü yazmışdı sualda. Və indi ən asan yerdəyik. Bu zambaq deyil. Emin hədiyyəsi zambaq deyil. Çünki zambaq səhrai deyil demişdi. Zambaq səhrai deyilsə, onda zambaq nə rəng düşalır? Məcbur burada da qırmızıdır. Zambaq qırmızıdır. Zambaq qırmızıdırsa, onda bura nə qalır? Lalə getdi, zambaq getdi, Nərgiz getdi, bura qalır. Qızıl gül. Onda sən asanlıqla hər şeyi tapırsan və 98-ci sualda bunu soruşur. Zambağın rəngini və onu hədiyyə alan qızın adının doğru göstərildiyi variant. Zambağın uşaqlar rəngi qırmızıdır. 98-ci sualda qırmızıdır. Zambağın rəngi və onu hədiyyə alan qızın adı, kadıdır. Nə deyək, Kəmalə deyək də məsələn. Belə. Bu cür tapır. Uşaqlar, bura qədər sualımız var. Yəni D variantı olur yenə sualın cavabı. 98-də də D variantı olur. Xeyr, müəllim. Ən axırıncı 100 nömrəli sual uşaqlar. Bir çox tələbənin bu məsələdə 2 sualı yazıb, 1 sual yazanmasalar 100-ü yazanmalılar. Bu o demək deyil, 100-cü sual çətindir. Bu sadəcə olaraq o deməkdir ki, 100-cü sual tələbələrə nisbətən çətin gəlir. Amma məndən olsa 100-cü sual ən asan sualdır. Başa düşə biləcək. Ona görə mən birinci sualı oxuyuram, siz mənə diqqətlə qulaq asın. Deyir ki, bir dəqiqə, əslində mən dairəyə yazdığım hər şeyi silib, elə 100-cü suala keçməliyəm, düzdürmü? Birazdan siləcəm zaten, çünki onlar 98-ci sualda qaldılar. Özüm qəsdən hələ ki silmirəm, çünki niyə? 100-cü sual 98-in oxşarıdır. Necə? Əslində eyni şey soruşur ikisində də. Deyir ki, aşağıdakı fikirlərdən hansı bütün qızların aldığı gülləri və onların rəngini müəyyən etmək üçün kifayətdir? Müəllim, bir şey soruşa bilərəm. Bəli. Bu 100-cü sual mətnə aiddir, yoxsa fikirlər cavablarından baxırıq? İndi yazdığınız cədvəldən yəni baxırıq, yoxsa mətndə olan fikirlərlə? Mən burada yazdığım cədvəli mətndəki fikirlərlə yazmışam da. Bir dənə bu Yox, dairə müəllim, 98-ci suallar, 98-ci sualla da yazmısınız da dairəyə aldıqlarınızı. onları siləcəm zaten. Tələsmə. Mətnin sualıdır. Təbii ki, 98-ci sualdan 100-ün bir bağı yoxdur. Bunları siləcəm. Yəni D-nin qızılgül aldığını, EMA aldığını siləcəm. Onu 98-də deyib. İndi bir saniyə. Deyir ki, aşağıdakı fikirlərdən hansı bütün qızların aldığı gülləri və onların rəngini müəyyən etmək üçün kifayətdir? Uşaqlar, biz bütün qızların aldığı gülləri və onların rəngini tapmalıyıq. Yəni cədvəl də olmalıdır. Düzdürmü? Bir dəqiqə. 98-ci sualı yadınıza salın. Elə burada da. Bütün cədvəl doldu mu 98-ci sualda? Yəni 98-ci sualda verilən məlumata əsasən siz bildiniz da El Lalə alıbdı, Kazanbağ alıbdı, En Nərgiz alıbdı, En Qızılgül alıbdı. Bütün qızların hədiyəsini bildiniz da. Rəngini də bildiniz. Qızılgül səhrayıdır, Nərgiz ağdır, Zambaq qırmızıdır. Bax, bu bilsən nə istəyir? Deyir ki, bunların hamısını siləcəm. Bir dənə bu nöqtə qoyduğum qoyunda alsın uşaqlar. Deməli, deyir ki, bunu da silməliyəm əslində. Özüm qəsdən hesablayıram. Deyir ki, hansı variantdakı məlumatı mətnə əlavə eləsək, cədvələ əlavə eləsək, cədvəl bütün dolar. Biz bayaq 98-ci sualda yadınıza salın.
M-in hədiyyəsinin Çəhrayı olduğunu biləndə, Çəhrayının üstünə M yazanda bütün cədvəl dolmuşdur. Bax, elə bir şərt istəyir. Oldu mu? İndi orada mən variantlara baxmalıyam, görün. Elə eləməliyəm, M adlı qız, M kim olsun, Məlahət olsun məsələn. Məlahət eləməliyəm, D hədiyyə almış olsun. Onda bütün cədvəldə olur. Mən bunu hardan gördüm? 98-ci sualdan gördüm. Düzdür, suallar arasında mən bağ qurmamalıyam. Amma mən neyə bilərəm? Sualı yazan eyni şeyi iki dəfə soruşur. Yəni mən M-i bura verə bilsəm uşaqlar, M-i bura verə bilsəm, D-nin hədiyyəsi, D M-ə hədiyyə almış olsa, bütün cədvəl olacaq. İndi görün hansı variantdadır o? O deyək Y variantı. 100-cü sualın cavabını sözünün canıdır. 98-dən bir hiləgərlik eləyərək tapmaq olar asanlıqla. Yoxsa durub bütün variantları yoxlamaq çox vaxt aparar. Deyir ki, məsələn, Y variantında D aldığı gülləri M-ə hədiyyə elədi. Fisyo da bunu biz elədik daha bayaq. İndi təzədən bir eyni şey yazacağım indi mən. D aldığı gülləri M-ə hədiyyə elədi. Düzdür? 98-ci sualda da demişdi ki, Çəhrayı gülləri M alıbdır. Düzdürmü? Eyni şeydir daha. Y variantında deyir D M-ə hədiyyə alıbdır. Onu bura yazan kimi biz zaten bilirik. Bütün cədvəl dolacaq. İstəyirsən bir də doldurum. D M-ə hədiyyə alıbsa, yaxşı sual verəm. C kimə hədiyyə alıbdır? N-ə. Bəs N-ə nə hədiyyə alıblar? Onu da məsələdə demişdi. Nərgiz. N-ə Nərgiz alıblar. Bəs Çəhrayı zambaq deyilsə, zambaq hardadır? Qırmızı güldür. Bəs onda Çəhrayıya nə qalır? Çəhrayıya bir dənə qızıl gül qalırdı. Hamısı tapırsan da. Bax, soruşduğu budur. Deyir, hansı variantdakı məlumatı? Məncə Y variantındakı məlumatı. Davud öz hədiyyəsinin Məlahəti alıbdır. O məlumatı. Mətnə əlavə eləsək, bütün cədvəl dolur. Çünki sən D-nin M-ə hədiyyə aldığını biləndə Y variantından, həm də bilirsən onda bura N qaldı. N-ə də C hədiyyə alır. Həm də bilirsən məsələdə yazılmışdır, N-in hədiyyəsi Nərgizdir. Nərgiz də yazırsan. Həm də bilirsən Çəhrayı güllər zambaq deyil. Zambağı bu tərəfə yazırsan. Onda məcbur bura qalır qızıl gül. Belə bütün cədvəl dolur. Yəni ən axırı... Mənim sualım var. Bəli, buyur. C variantını da bir dənə isbat edə bilərik. Nə isbat edir? Niyə C səhv olduğunu? variantını. Yox, C variantının hə, niyə səhv olduğunu. Çünki C variantında deyiləndən məsələ dolmur da. C variantını yazaq, sən doldurmağa çalış məsələni. Bizə saniyə. Tələsmə. Məsələn, C variantı budur da, düz başa düşdüm. C aldığı gülləri M-ə hədiyyə etdi. Onu deyirsən? Aha, bəli. C aldığı gülləri M-ə hədiyyə eləyəndə, C M-ə hədiyyə eləyəndə nəyi tapa bilirsən onun əsasında? Görürdün mü? D-də N almış olur da mənim. Məcbur bura N qalır. D-də N-ə hədiyyə almış olur. Aha, sonra? Bəli. Çəhrayı güllər zambaq deyildi. Ora Nərgiz yaza bilərik. Sən qulaq. Orada onu Çəhrayı güllə tapırsan. C M-ə hədiyyə alıb deyəndə bilirsən ki, bura N qaldı. D N-ə hədiyyə Bəli. aldı. Cədvəldə deyir ki, N-in hədiyyəsi Nərgizdir. N hədiyyəsi Nərgizsə, bura Nərgiz yazsın. N hədiyyəsi Hə, Nərgiz. orada sarı deyil. Yox, Nərgiz onsuz da sarı deyil də, Çəhrayıdır. Hə. N hədiyyəsi Nərgizdirsə, indi əsas məsələyə gələk. İndi mənə de görüm. Zambaqla qızıl gülü bəs hansını bura, hansını bura yazdıq? Onu necə tapacaqsan? Yəni C-nin M-ə hədiyyə aldığını biləndə, kömək edirəm sənə. Bura ancaq N qalır. D M-ə hədiyyə almış olur. Məsələdə yazılıb N Nərgiz alıbdır. Onu da qeyd elədim. Nərgiz zaten bilirəm ki, Çəhrayıdır, o heç. İndi sən zambaqla qızılgülü necə tapacaqsan bəs? Onu tapanmadığın üçün deməli C variantı səhvdir də. O deyir ki, sən elə variant seç ki, həmin variantı mətnə əlavə edəndə bütün cədvəl dolsun. Bütün qızların gülləri tapılsın. Sən M-lə K-nın güllərini kullanmadın axı. Deməli səhvdir də. Bir də izah edirəm uşaqlar. El eləməlisiniz ki, M bura düşsün. D-yə M düşəndə cədvəl dolur. Amma D-yə M düşəndə cədvəl dolur. Oldu mu? Orada başqa bir mahiyyət yoxdur. Əlavə bir şey yoxdur. Yəni bu cür məsələni işləmək olar. Son olaraq bir dənə də mətnə baxacaq biz sizlə birlikdə uşaqlar. Bu dəfə mən sizə sıralama məsələsi izah edəcəm. Oldu mu? İndi gələn dərsimizdə zaten biz bütün sualları işləyəcəyik. Özünüz işləyəcəksiniz. Edilmədiklərinizin hamısına mən uyğun bir cədvəllər qurub sualların təbii ki cavablarını tapacağam. Prosta hələ ki bugün mən bir dənə də sıralama məsələsi sizə izah eləməliyəm. Məcbur. Bircə saniyə.
Çünki e, sıralama məsələləri də çox qabağımıza düşür. 111, 113-cü sualları həll edəcəyik. Zəhmət olmasa açın orada PDF-dən. Səhifə 316-dadır. Sizlə birlikdə işləyək. Maraton yarışında ilk 5 yeri. İlk 5 yer, aha nömrəliyim. Bu dəfə bayaqçı cədvəli qurmaq mümkün deyil. Çünki sıralama var. Sıralama verirsə uşaqlar ilk 5 yer, ilk 6 yer, ilk 10 yer. Şu, ilk 5 yerdir, birdən 5-ə qədər nömrə yazın. İlk 10 yerdir, birdən 10-a qədər neyin? Nömrə yazın. Oldu mu? Sıralama məsələsi elə həll olur. Siz məni işlə bilirsiniz uşaqlar. Mənim səsim saydın gəlir. Bəli. Aha, yenə bir cədvəl quracaq. Baxın, cədvəl qurmağın özü də bir təcrübə istəyir. Bəzən sən məsələyə bir cədvəl qurursan, məsələn mən özüm ya da bir yaxşı bir tələbə bir cədvəl qurur, baxır məsələ tapıldı, amma çox çətin tapıldı. Çox qarışıq getdi. Sonra gəlir müəllimdən soruşur, baxır müəllim daha asan ya da başqa bir tələbə, başqa bir yoldaş soruşur, baxır müəllim daha asan cədvəl qurdu. Düzdürmü? Uşaqlar, bunu bu aldadıcı olmasın. Müəllimlər çünki bir məsələni bir çox 2 dəfə, 5 dəfə, 10 dəfə, elə məsələ var 100 dəfə işləyiblər. Ona görə onlar ən asan cədvəli qura bilirlər. Sizin tələbə olaraq vəzifəniz ən asan cədvəli qurmaq, nə bilim, müəllimin qurduğu cədvəlin eynisini qurmaq deyil. İmtahanda sənin əsas vəzifən bilsən nədir? Nə cədvəl qurursan qur. Əsas odur cümlələri düz başa düş və cavab çıxar. Ondan sonrası asandır. Mən öz qurduğum cədvəlin sizə mahiyyətini izah edəcəm. Marafon yarışında ilk 5 yeri KL, MNR ölkələrini təmsil edən. Deməli, buradan ölkələri qeyd edəcəm. Birinci yer hansı ölkədir? K-da ola bilər, L-də ola bilər, M-də ola bilər, N-də ola bilər, R-də ola bilər. KL, MNR ölkələrini təmsil edən ABSDY idmançıları tutdular. Aha, bir də biz idmançıları tapacaq. Hansı idmançılardır? A, B, C, D, Y. Uşaqlar, xahiş edirəm idmançı adları ilə ölkə adlarını bir-birinə qatmayın. Zaten cədvəl ona kömək edir. İdmançıları bura düzəcəm, ölkələri bura düzəcəm. İndi orada siz ilk öncə 3 nömrəli cümlə, 3 nömrəli deyirəm, 3-cü yerdən danışan cümləni oxumalısınız. Yəni sonuncu cümləni. Niyə? Digər cümlələrin heç birində sıra nömrəsi yoxdur. Birinci, ikinci, üçüncü, dördüncü, beşinci deyə bir şey demir. Amma sonuncu cümləyə bir dənə baxın. Üçüncü yeri deyir. Həm də çox sadə cümlədir, konkret cümlədir. D, N ölkəsini təmsil edir. Və o yarışı üçüncü yerdə bitirir. Deməli, üçüncü yerdə bitirən D-dir. Elədir, bax. D-dir. D-ni yazdım bura. Və o yarış, o hansı ölkəni təmsil edir? O üçüncü yerdə bitirən D. N ölkəsini təmsil edir. Onu da qeyd elədim. Bura qədər bir sualınız yoxdur uşaqlar. Buyurun, zəhmət olmasa. Xeyr, müəllim. Aha. İndi bizim üçün önəmli olan məsələdə A-nın yerini tapmaqdır. Deyə bilərsin, müəllim, bunu hardan bilirsən sən? Çünki uşaqlar, məsələdə A-dan bir neçə cümlədə danışır. İndi mən bir-bir onu oxuyam. Həm birinci cümlədə A-dan danışır, həm dördüncü cümlədə. Bax, indi mən bunları sizə oxuyacağam. Birinci cümlədə deyir ki, A adam adıdır, yəni Arif, K və R ölkələrini təmsil edən idmançılardan daha yaxşı nəticə göstərir. Deməli, uşaqlar, A iki ölkənin idmançısından K və R, Kanada və Rusiya olsun da, A Kanada və Rusiyanın idmançısından daha yaxşı yer tutubdur. Bu bilsiz nə deməkdir? Yəni A iki ölkəni qabaqlaya bilibsə, ən azından, deməli sonuncu deyil. Axı sonuncu yer heç kimdən yaxşı yer tutanmaz. Dördüncü deyil. Çünki dördüncü yerdən aşağıda iki yer yoxdur axı. Deməli sən A-nı elə yerə yazmalısan ki, K ilə R-dən yuxarıda olmalıdır. Belə deyim də, K ilə R ölkələrini 5 ilə 4-ə yazdığımızı düşün. Ən yaxşı halda. Onda A ya 2-dədir, ya 1-dədir. Birinci bunu deməlisən. Yəni, burayla razısınız görün, yoxsa başa düşmədiniz, bir də soruşuram. A adlı idmançı iki ölkənin idmançısından K ilə R-dən daha yuxarıdadırsa,
Mən elə düşünürəm ki, o ya ikinci, ya birinci məcburən. Bununla razısınız, yoxsa siz elə düşünmürsünüz? Bir də izah edeyim. Çünki K ilə R-dən yaxşıdırsa, mən A-nı bura qoysam, sən də K ilə R-i bura qoyacaqsan ölkələri. Burada N ölkəsi var, bura zaten zanitdir. Mən A-nı bura qoysam, K ilə R-i aşağı iki yere yazarsan da. Ama bir adam durup A idmantısını buraya yazanda A'dan aşağıda iki yer olmayacaq K ilə R-i tapmağa, yazmağa. Ona görə A yuxarıda olmalıdır mütləq. İndi orada A haqqında bir cümlədə var uşaqlar. Deyir ki, Gördüm. yarışı C-dən dərhal sonra A bitirib. Yarışı C-dən dərhal sonra A bitiribsə, deməli A birinci ola bilməz. Axı C-dən dərhal sonradır bu. Dərhal sonra ardıcıl deməkdir. Deməli birinci yer C-dir, ikinci yer A-dır. Yarışı C-dən dərhal sonra A bitir. Ona görə qeyd elədim. O cümlənin davamında belə eləyir, bax. Y-dən dərhal sonra B bitirdi. Bəs uşaqlar, A-nı tapdıq, C-ni tapdıq, D-ni tapdıq. Y-dən dərhal sonra B bitiribsə, onları neçənci yerə yazmalıyıq? Dördüncü yerde Y, beşinci yerde B. Y-dən dərhal sonra B-dirsə, dördüncü yerdə Y olmalıdır, beşinci yerdə B olmalıdır. Bəli. Bunları da qeyd elədim. İndi istərdim ki, birinci cümləyə, yox, ehtiyac yox deyək. Desəydim, birinci cümləyə geri qayıdaq, ehtiyac yoxdur. Deyir ki, uşaqlar, Y, adam adıdır da Elnur olsun. Elnur, M ölkəsini təmsil edən idmançıdan zəifdir, K ölkəsini təmsil edən idmançıdan daha yaxşıdır. Uşaqlar, Elnur dördüncü yerdədir. Elnur dördüncü yerdədir və K ölkəsini təmsil edən idmançıdan daha yaxşı yer tutdu. Onda K ölkəsi sizcə neçənci yerdədir? Məcbur 5-ci yerdədir. Yəni dördüncü yer olan E idmançısı K ölkəsindən daha üstündürsə, deməli K daha zəifdir də, K 5-ci yerdə demək. Başqa yer yoxdur ki orada. K get. İndi yadımıza salın bir dənə bu cümləni. A idmançısı yadımıza düşür, belə bir cümlə var idi. Dedi ki, A idmançısı həm K-dan, həm də R ölkəsinin idmançısından daha yaxşıdır. A idmançısı ikinci yerdədir. Zaten K-dan yaxşıdır, 5-ci yerdədir. İndi bir dəqiqə, R-dən də yaxşıdırsa, A ikinci yerdədir, R ölkəsindən də yaxşıdırsa, onda R ölkəsini neçənci yerə yazmalıyam mən? Dördüncü yerə yazmalıyam. R ölkəsini dördüncü yerə yazsam, K ölkəsini 5-ci yerə yazsam, A idmançısı iki ölkədən, R və K ölkəsindən daha yaxşıdır. Bu da ortaya çıxmış olacaq. Uşaqlar, məsələdəki digər cümlələri oxuyaraq, yəni hansı cümləyə baxırsan, bax, oxuyaraq, məsələdə bunu tapmaq olmur. A ilə C-dən hansı L ölkəsidir, hansı M ölkəsi? Onu tapmaq üçün bir məlumat verilməyibdir. L ilə M-i də bura dropla yazırsan. Yəni, biri birdədir, biri ikidədir. Niyə tapamırıq onu? Baxın, cümlələr belədir. L ilə M haqqında olan cümlələr belədir. B idmançısı L ölkəsini təmsil edən idmançıdan daha zəifdir. Baxın, B idmançısı 5-ci yerdədir. L ölkəsini təmsil edən idmançı ikinci də olsa, birinci də olsa təbii ki, zəifdir. 5-ci yer zaten hamısından zəifdir. Çox mənasız cümlədir. Orada deyir ki, B idmançısı həm N ölkəsindən zəifdir. Aha, üçüncü yerdən zəifdir təbii ki, 5-ci yer. Həm də L-dən zəifdir. L-də ya 1-dir, ya 2-dir də. Mən tapamıram ki, 1-dir, yoxsa 2-dir. Bir dənə cümlədə də belə bir məlumat var. Deyir ki, Y, M ölkəsini təmsil edən idmançıdan zəifdir. Y idmançısı, yəni Elnur 4-cü yerdədir. M ölkəsi 2-də də olsa, 1-də də olsa, 4-cü yer 2-dən də zəifdir, 1-dən də zəifdir. Aha, burada da bir şey aydınlaşdırmaq olmur. Xüsusən də sən asanlıq onda görürsən ki, L ilə M-i tapmaq mümkün deyil. Zaten uşaqlar, orada məsələdə belə bir sual var. İndi sualları oxuyaq, özünüz görəcəksiniz ki, düz işləmişik. Yəni, bunları tapmaq olur. Deyir ki, 111-ci sualda. L ölkəsini hansı idmançılar təmsil edə bilər? Aha, elə indidən bilirsən ki, düz işləmişsən. Suala bax bir dənə. L ölkəsini dəqiq tapsaydın, sual belə olmazdı ki, deyərdi, L ölkəsini təmsil edən kimdir? Elə demir. Deyir, L ölkəsini hansı idmançılar təmsil edə bilər?
El ölkəsini C-də təmsil edə bilər, A da təmsil edə bilər. Yəni sualın cavabı A və ya C-dir. O da ki, 111-ci sualın cavabı belə çıxır ki, A və ya C, yəni D variantı. 112-də deyir ki, neçə nəfərin yarışda tutduğu yer məlumdur? Uşaqlar, bu yanıldıcı sualdır, 112 nömrəli sual. Bunu elə adam var, diqqətsiz deyir, səhv yazır. Neçə nəfərin sizcə tutduğu yer dəqiq məlumdur? Siz mənə kömək edin. Bir nəfərin, iki nəfərin, üç nəfərin, beş nəfərin, neçə nəfərin tutduğu yer dəqiq məlumdur? Bu məsələdə idmançıların hamısının tutduğu yer dəqiq məlumdur. C birincidir, A ikincidir, D üçüncüdür, Y dördüncüdür, B beşincidir. 5 idmançının, nəfər deyəndə idmançıları nəzərdə tutur da. Neçə idmançının deyir, idmançılar deyir də. Yarışda tutduğu yer məlumdur. 5-inin də. Onun ki, cavab yedir. Amma desəydi ki, neçə ölkənin tutduğu yer dəqiq məlumdur, onda N-i bilirəm, L-i bilirəm, K-nı bilirəm, amma L-lə N-i bilmirəm deyə 3 götürəcək. Yəni, ölkə olaraq soruşdu, deyərdim 3 ölkə bilir. N, R, K. İdmançı olaraq soruşur. 5 idmançının 5-ini də tapmışam. 5-inin də yerini tapmışam. Ölkəni soruşan yoxdur. Onun üçün cavab orada yerdir. Bura qədər sualınız var uşaqlar? Buyurun, zəhmət olmasa. 110 çox yazıq. Mətnə əsasən hansı mülahizə haqqında dəqiq fikir söyləmək mümkün olmaz? İlk 3 yeri element ölkələrinin təmsil edən idmançılar tutub. Dəqiqdir. İlk 3 yer L, M, N. Dəqiq fikir söyləmək olur. Bu bizə deyir ki, hansı variant haqqında dəqiq fikir söyləmək olmur? Yəni, nə dəqiq səhvdir deyənmirsən, nə dəqiq düzdür deyənmirsən. LMN-in ilk 3 yerdə olduğunu deyə bilirsən. O dəqiq düzdür. D-dən dərhal sonra R ölkəsini təmsil edən idmançı yarışı bitirir. Düz deyir. D idmançısı 3-dədir. 3-cü yerdən dərhal sonra. Yəni 4-cü yer deməkdir. R ölkəsinin idmançısı. O da mütləqdir. Onu da demək olur. Fikir söyləmək olur. Biz olmazı axtarıq. Bilinməyəni axtarıq. Sonuncu yeri tutan şəxs K ölkəsini təmsil edir. Sonuncu yer, 5-ci yer K ölkəsidir. Onu da demək olur. Onun haqqında da fikrim var. Dəqiq düzdür. Mütləq doğrudur. Yarışı M ölkəsini təmsil edən idmançıdan dərhal sonra D bitiribdir. 1 dəqiqə. D 3-cü yerdə. M ölkəsindən dərhal sonra ola bilər. Əgər M ölkəsi ikinci olsa, D ondan dərhal sonradır. Bu düz deyir. 3-cü yerdədir. Amma M birinci olsa, M ölkəsindən dərhal sonra A idmançısıdır. D deyil axı. Yəni, uşaqlar, M ölkəsini tapamamışıq deyə D variantı haqqında dəqiq fikir söyləyə bilmirəm. M ölkəsindən sonra yarışı hansı idmançı bitirib onu deyəmirəm. Çünki M birinci olsa ikinci A-dır. M ölkəsi ikinci olsa üçüncü D-dir. Belə. Orada D-dir deyir, amma mütləq deyil. Bu qayda ilə tapırıq sualı. Bu sualı başa düşdünüz uşaqlar, yoxsa nə sizə qaranlıq qaldı? Suallarınızı verin, zəhmət olmasa. O hissəni bir də izah edeyim sizə. Aydındır mı bu sual sizə? Bəli, müəllim. Aha.